Azərbaycan bu taxtabaşlara deyir ki, beynəlxalq hüquqla ərazi toxunulmazdır. Beynəlxalq hüquqla. Biz də Ukrayna ərazi bütövlüyünü dəstəkləyirik. Qardaş Türkiyə nə deyir? Rəman xan, sizin deyək kimi bir dəfə Peskovun kişiliyi çatıb Türkiyəyə qarşı nə isə desin. Haradasa oxumusunuz. Həmin o Putinin bir dəfə görmüsünüz, nə isə desin ki, Erdoğan düz demir. Deyə bilməz axı. Təbii. Bunların hələ də 200 illik, Rəman xan, mən sizə deyirəm ki, bayaq Ruben Vardanyandan deyirəm. Bunların təfəkküründə qalıb ki, biz deyirik ki, qatı qaradır, bütün dünya deməlidir, qatı qaradır. Nə oldu? Putin Rusiyada yüzlərlə adamı bədbəxt eləyib. Bu günlər didərgin düşən Allah Pugaçovanı gördünüz də, onun halını gördünüz. Allah şəfasını versin. Maksim Galkinlə. Allah Pugaçova Rusiyada nəyə gedib? Müharibəyə qarşı olduğuna görə. Necə olur? Putin deyir ki, v этой vayne. Sən prezident olaraq vayna sözünü işlədirsən, sənə olar. Amma sənin insanın vayna sözünü dediyinə görə ona cinayət işi açırsan. Həmin o qadın, Rus qadın deyir ki, мы против этой vayne. FSB-şniklər səhərin gözü açılmamış evin altını üstünə çevirirlər ki, sən niyə müharibə sözündən danışırsan, müharibədən danışırsan. Nə var? Müharibədir də bu. 5 il keçən adı müharibə olacaq da. Ləman milyardlarla dollar pul vəsait xərclənib. Bu ölkə yarımcam anormal adamdır. Siyasəti də anormaldır, özü də anormaldır. Müharibəyə bu deyir ki, spesialna vayinlə fikir verin. Hərbiçilərə yalan danışır. Biri tabancanı çıxarıb lazım olan yerə tuşlamır. Мною принято решение о проведении специальной военной операции. Bunu kim deyib? Rusiya prezidenti deyib də. Мною принято решение. Hərbiçilərə belə deyir. Onlar deyir, müharibənin başladılar, biz məcbur olub cavab verdik. Harada müharibənin başladılar? Kişiliyin çatır denəm ki, filan tarixdə Ukraynalılar müharibənin başladılar. Sən 2008-ci ildə Gürcüstanın bir hissəsini, necə deyirlər, özəlləşdirdin. 2014-cü ildə Ukraynanın bir hissəsini özəlləşdirdin. 2020-ci ildə Azərbaycan haqq işini başa çatdıranda sən murdar burnuğu soxdun. Elə idi də. 2020-dən 2023-ə nə qədər hərbiçilərimiz dünyasını dəyişdi, şəhidlərimiz. Allah qəni-qəni rəhmət eləsin. Onun hamısı Rusiyanın ayağına yazılmalıdır. Görün bu günləri, deməli, ÇEPA, onların bir dövlət dumasında bir yaramazı var, ÇEPA adlı var, deputat. Deyir ki, Avropa bizə təzminat ödəməlidir. Görün, nə qədər əxlaqsız olasan, müharibəyə sən başlayasan, Ukraynanı sən dağıdasan, Ukraynanın tarixi şəhərləri, Odessadır, Kiyevdir, Xarkovdur və digərləri. Deyir ki, Avropa bizə təzminat ödəməlidir. Baxın, görün, üzr istəyirəm, bunlar ailədə də belədirlər, siyasətdə də belədirlər, hərbidə də belədirlər. Nəyi biz düz demirik? Bu, Azərbaycanlılara o günləri bilirsiniz, şikayət eləmişdi Lavrov ki, Ceyhun Bayramova ki, Azərbaycanda Ləman Əl-Əşrəf qızı misal yox, biz siyahıda varıq, biləsiniz. Gələn həftə siyahını açıqlayacaqlar. Gözünüz aydın olsun, hələ gəlir, siyahı tərtib ediblər ki, Rusiyaya qarşı düşmənçilik fikirlərini yayan şəxslərin siyahısını. Ay, təbrik edirəm, izdrastuyte, pozdravляем, belə deyim də, başqa cürə nə deyir? Fikir verin. Lavrov şikayət edir Ceyhun Bayramova ki, siz çalışın belə. Lavrovun yanında qalan o üzüstüm əxlaqsız var, o maaşa. Ona deyən lazımdır ki, Qarabağ mövzusu Azərbaycan üçün bağlanıb. Sən niyə o mövzunu yenidən gündəmə gətirirsən? Dəlinin yadına daş salır. İndi münaqişə var, Ermənistan-Azərbaycan münaqişəsi deyib. Mən ötən həftə dedim, mən yer gəlmişəm, Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyətindən qəti razı deyiləm Rəhman Mustafayevin. Və ona o icazəni də mən hesab edirəm ki, yanlış olaraq verdilər ki, gedib Venediktovla görüşdü. O Venediktov ki, bugünə qədər ermənilərə deyir ki, kişi deyilsiniz siz. Artsaq məsələsini davam etdirmək lazımdır. Öyle də dedi, Ləman xanım. Deyir, ermənilərə deyir ki, sizin üçün ölüb, bizim üçün yaşayır. Yəni, Qarabağ məsələsi Rusiyanın nə qədər ki, Rusiya olacaq, biz o mövzunu həmişə deyəcəyik. İndi Putin nə deyəcək İlham Əliyevə? İlham Əliyevə deyəcək ki, sən Ukraynanın ərazi bütövlüyünü niyə dəstəkləyirsən? İlham Əliyev də deyəcək ki, kitabı qoy qabağı oxu. Ən azından belə biraz doğru dildə deyirəm. Yəni, hamının başa düşəcək dildə. Pul istəyir, dilənir. Pul yoxdur. Pul, dengi, mani. Buna deyən lazımdır ki, başın o məsələ. Sən müharibənin başlarında hər şeyi hesablamalıydın.
O bizdə olur, bəzi qaqaşlar. Cibində pul var, gelir restorana, birin ondan, birin bundan yiyib qutarır, hesab vermək lazımdır axı. Bugün Putin hesab verməlidir Rusiya xalqına ki, niyə Rusiyada növbələr, niyə deməli Yanacaq problemi. insanların pensiyalarını verə bilmirlər. Bəziləri taxtabaş yığınağı yazır. Uşaq pulu da alırıq, pensiyanı da alırıq. Al. Gələn ay baxaram talonlara keçəndə, sentyabr ayında, Ləman xanım, Rusiya talona keçəcək. Ərzağı çatdıra bilməyəcək. Çünki hər yerdən 21-ci sanksiya paketi gəlir.